Dünən milli komanda, bugün isə basketbol klubu Neftçi Sabaları, bizim sevimli Neftçi klubu Avropa kuboklarda debüt edir. Futboldan danışmıram, basketboldan danışıram. Onun için bundan qabaq Neftçi Azərbaycan futbolunun tarixində birinci klub oldu ki, Avropa kuboklarında qrup mərhələsini keçdi və ilk oyununu keçirtdi. Sabaları isə Neftçi basketbol klubunun növbəsidir. O, Avropa kubokunun qrup mərhələsində debüt edəcək və Polşada, Sopot şəhərində yerli Trefl klubuna qarşı oynayacaq. İndi proqnozlar vermək çətindir, necə keçəcək oyun, amma hər halda inanıram ki, azarkeşlər Neftçini dəstəkləyəcək. Əlbəttə internet vasitəsilə, çünki oyun göstərilər yəni ki, və klubumuzdan ilk qələbəni gözləyirik və bu tarixə düşən qələbəni gözləyirik.